Azərbaycanda dekabrın 8-i saat 9:00 olan faktiki hava şəraiti açıqlanıb. Yeni Sabah məlumat verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb. Qeyd edilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir. Kəlbəcər, Laçın, Qubadlı, Şaxdağ isə qar yağır. Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir. Meteoroloqların məlumatına görə qütb burulğanının zəifləməsi nəticəsində Almaniya və ətraf ölkələr bu il çox sərt və anormal dərəcədə soyuq qışla üzləşə bilər. Mütəxəssislərin proqnozları tam uyğunlaşmasa da, xüsusilə bayramlardan sonra arktik soyuqların baş vermə ehtimalı yüksək qiymətləndirilir. Euronews yazır ki, sinoptiklərin dəyərləndirməsinə əsasən qütb burulğanı bu qış adi illərlə müqayisədə daha zəif görünür. Məhz belə atmosfer şəraiti 1978-1979-cu illərdə baş verən və əsrin qışı adlandırılan ekstremal hava hadisələrinə, güclü qar fırtınalarına, uzun müddətli şaxtalara və nəqliyyatın iflic olmasına səbəb olmuşdur. Tarix yenidən təkrarlana bilərmi? Tarix yenidən təkrarlana bilərmi? Milad günlərində hava əsasən mülayim keçəcək, ancaq bayramlardan sonra temperaturun kəskin aşağı düşməsi istisna olunmur. Mövcud hava modelləri milad ərəfəsində zərif və yumşaq havanı göstərsə də, sonradan ciddi soyuqların ehtimalı artır. Avropa Hava Mərkəzi bayram dövründən sonra soyuq axınların güclənəcəyini proqnozlaşdırır. ABŞ-ın NOAA təşkilatı aylıq orta temperaturun normada yüksək olacağını bildirsə də, bu göstəricinin yaxın günlərdə müşahidə olunan isti hava hesabına formalaşdığı qeyd edilir. Bu isə iti temperatur düşməsinin hələ də mümkün olduğunu göstərir. Modellərin çoxunda yanvar ümumilikdə dəyişkən və nisbətən mülayim görünür. Ancaq EFS modelləri daha aşağı temperatur və az yağıntı ehtimalını vurğulayır. Bu vəziyyət mərkəzi Avropada dayanıqlı yüksək təzyiqin formalaşmasına, gündüzlər sakit hava, gecələr isə şiddətli şaxta və duman səbəbindən yolların uzun müddət buz bağlamasına gətirib çıxara bilər. Əlavə risk isə qışın ortasında qütb burulğanında baş verə biləcək pozulma nəticəsində arktik soyuqların qəfil Avropaya yönəlməsi ehtimalıdır. La Nina faktoru Avropada daha sərt və rütubətli qışnağa iqlim mütəxəssisləri bildirirlər ki, La Nina effekti hələ də aktivdir və 2026-cı ilin əvvəlinə qədər davam edəcək. Bu fenomen adətən Qərbi Avropada daha soyuq və rütubətli qışlarla müşahidə edilir. Alt dağlarında isə güclü qar yağması gözlənilir ki, bu da qış idmanı ilə məşğul olanlar üçün sevindirici xəbərdir.